ayaqlarımın üstündə durma qərarı aldıqda akademiya ilə tanış oldum və bütün həyatım dəyişdi. Kod Akademi mənim üçün ikinci bir ev kimidir. Kendimi güvende hissediyorum. Akademiya mənim demək olar ki, bütün həyatımı kökdən dəyişdi. Yeni insanlar tanıdım. Zaman müddətində çox çətinliklə olub, mənə maddi dəstəyi sağlayan insan olmayıb. Akademiya ilə bağlı qürur duymağım və ikinci evimin olma səbəblərindən biri də budur. Neçə insan həyatına toxunmuşuq, neçə insanın həyatını qazandırmışıq. Bu yoldan uğur əldə eləyərəmmi, yoxsa düz yoldayammı? Həyəcan basır, titrəyirəm, heç nə edə bilmirdim. Amma akademiyada başa düşdüm ki, insan istəyəndə Əziyyətin bəhrəsi 100% var, bunu öyrətdi. kompleksin üstünə qalib gələ bilir. Və həyəcan bu il mənim üçün daha çox həyəcan var. Çünki onun yeri başqadır və 10-cu ilimizdə 11 mindən çox məzun və insanın həyatına toxunmaq məni ən çox əslində qürurlandıran və sevindirən bir şeydir ki, 11 min insan.